Dostlar namaste. Niyeyse göre insanlar düşünür, Allah'a yaxın olan o insandır. Kim ki bütün günü Allah'tan danışır. Məscidə gedir, ibadət edir, günahdır, olmaz sözlərini tez-tez istifadə edir. Başqa insanları yargılayaraq. Deyir ki, o naməhramdır. Mənə ona toxunmaq olmaz. Allah mənə onu buyurmayıb. Özünü çox belə pak, egolu hiss edir. Ara sıra hac ziyarətlərinə gedir. Özünə o hac statusu yenidən və yenidən illərlə bəxş edir. Sanki cənnətə bir yol hazırlayır, bir açar əldə etmək istəyir ki, günlərin bir günü bu cənnətə daxil olsun. Belə insanlar ətrafda çoxdur. Hansı ki, göstərişə görə, müəyyən səbəblərə görə, öz bizneslarına görə bu həyatı yəni belə yaşayırlar, özlərini belə təqdim edirlər, insanları əzə-əzə, yargılaya-yargılaya deyirlər ki, mənəm, yəni Allaha yaxın mənəm. Əgər siz elə düşünürsünüzsə, o insanlar Allaha yaxındır, çox böyük yanlışlıqdır. O elə deyil. Allaha yaxın bilirsiniz kimlərdir? İstedadlı insanlar. O insan yazıcı ola bilər, rəssam ola bilər. İstedadlı insanın qəlbində, ruhunda heç bir pislik yoxdur. Heç bir nifrət hissləri, başqa insanları yargılamaq, onları aşağıdan yuxarı baxmaq, ego ilə yaşamaq. Yəni mən əsl ustalardan danışıram, əsl istedadlı insanlardan danışıram. O Instagram həvəsinə, məşhur olmaq həvəsinə 2 dənə şəkil çəkib paylaşan insanlardan danışmıram. Həqiqətən də enerjisi möhtəşəm olan, xoş insan, Allaha yaxın o insandır ki, kim ki zarafat eləyir, kim ki uşağı sevindirir, paylaşmaqda əziyyət çəkmir, nəyi var paylaşır. Allaha yaxın o insandır, mən çox üzr istəyirəm, kim ki gecə saatlarında hansısa bir xoşa gəlməz bir məkandan çıxıb, qadın xeylağıdır, gecə saatlarında o küçədə miyoldayan pişiyə yemək alır verir və yaxud sumkasında artıq gətirib ona yemək verir. Baxın, Allaha yaxın o insandır. Ümumiyyətcə biz heç bir haqqımız mənəvi yoxdur, kimisə yargılayaq, kiminsə ünvanına hansısa bir fikir səsləndirək. Bu birincisi çox günah işdir. Sən bu günləri ağzından çıxan sözün, enerjinin sabahları cavabını verəcəksən. O, çox üzr istəyirəm, yuxarı tüpürmək kimi bir şeydir. O sənin üstünə gələcək. Ona görə biz bu günləri anlamalıyıq. Yəni, hiss eləməliyik. Əgər bir insanın qəlbində sevgi hissləri, çünki baxın, Allah bir sevgidir. Allah hökümdarlıq deyil. Onu sənə biraz hökümdarlıq kimi təqdim ediblər ki, sən qorxasan. Amma Allah deyir, sən məndən qorxma. Sən xoş insan ol. Bütün insanlar Allahın bəndələridir. Düzdür, gəlin məntiqlə düşünək. O pis yolda olan insan da Allahın bəndəsidir, yaxşı yolda olan insan da Allahın bəndəsidir. İndi siz düşünün, o pis yolda olan insanı, azmış insanı, yəni sən elə düşünürsən, amma bəlkə də o daha düzgün yoldadır, özü üçün həyatını yaşayır. Sən onu yargılayırsan, sən ona hansısa bir niyyət yollayırsan, misal üçün onu əzmək istəyirsən, ay nə bilim, cəmiyyətdə formalaşan bir fikirlə sən ona yuxarıdan aşağı baxırsan, onun belə deyək, məcazi olaraq üstünə tüpürürsən, amma sənə Allah o imkanı, o şəraiti əslində vermir. Sən insan olaraq, beyin olaraq, ego olaraq düşünürsən ki, sən onu edə bilərsən. Amma əslində sənin
heç bir haqqın yoxdur onu etməyə. Əksinə böyük günahlar qazanırsan. Sonra o hac ziyarətləri sənə kömək eləməyəcək. Gəzdiyin məscidlər sənə kömək eləməyəcək. Allah sevgidir. Allah deyir ki, sevindir. İnsanları sevindir, onlara xoş ol. Onları əzməyə çalışma, aldatma. Bax Allah bunu deyir, aldatma. Amma sən bu günləri aldada öz işini yaratmısan, öz biznes neysə insanların üstündən keçə pullar yığırsan, biznes klassda hac ziyarətinə uçursan, orada da 5 ulduzlu oteldə qalırsan, mənə status gəldi, məni bilmirəm Hacı Flankes çağırın, məni Kəbleyi çağırın. Baxın, egoya bax, məni belə çağırın. İnsanlar özlərinə ad qoyurlar. Bu nə dərəcədə Allahın xoşuna gəlir səncə? Sənin şəhərində bilirsən nə qədər uşaqlar evi var. Amma sən o uşaqlar evinin heç ünvanını bilmirsən. Heç bir dəfə də olmamısan. O qədər insanlar var ki, uşaqlar, hansılar ki görə bilmirlər. Hansılarda problemlər var. Amma sən bu günləri vəsaitivi başqa yerlərə xərcləyirsən. Düşünürsən ki, elə mən getdim hac ziyarətinə, gəldim, mən statusu qazandım. Əsas o belə insanların gözünün qarşısında bir status qazanmaqdır, bir ad qazanmaqdır. Yəni budur sənin Allahın, budur sənin o ibadət elədiyin Allahın. Səncə bu xoşuna gəlir, sən elədiyin işlər? Yox. Qətiyyən. Ona görə gəlin biraz düşünək. Mən çox istəyərdim ki, bu video məhz dindarların qarşısına çıxsın. Onlar biraz anlasınlar həyatı və Allahın hansı prinsiplə yaşadığını. Sən bu günləri namaza gecikirsən və yaxud daxilindən, ruhundan onu etmək gəlmir. Amma boynuna almırlar. Səni hamı yargılayır. Sən namazı qılmısan, atmısan. Yox, mən bu günləri namaz qılmaya bilərəm. Amma elə gözəl insan ola bilərəm. Elə möhtəşəm enerjide yaşaya bilərəm ki, insanlar ətrafda məndən faydalanar, məndən xeyir alar, məndən işıq alar. Baxın, o qədər fərqlidir. Ona görə heç bir şeyə görə sizin boynunuza bəzi şeyləri qoyurlar. O şeylərə inanmayın. Qəlbinizdə olan Allah sevgini istəyir, sevinci istəyir və o sülfü istəyir. O istəyir ki, insanlar xoşbaxt olsun, insanlara sən kömək edəsən, faydalı olasan, onları əzməyəsən. Baxın, Allah bu insanları sevir. Hansılar ki, sakit evində dua edirlər, kasıb ola bilərlər, amma Allaha çox yaxın ola bilərlər. Bu şeyləri gəlin qarışdırmayaq. Mən əlbəttə ki, heç bir halda din mövzularına qarışmıram və onları heç vaxt etmirəm. Çünki zehinlər bağlıdır, o bir söz var, cahillik. Yəni cahilliyin pik nöqtəsi odur ki, səninlə heç kim heç bir diskussiya getmək istəmir. Sən bir dənə söz deyən kimi, misal üçün, səni həmən belə sıxmaq istəyirlər, əzmək istəyirlər. Mən yəni o şeyləri mən istəmirəm kiminlənsə bu günləri spor edim, öz haqlılığımı sübut edim. Mən sadəcə olaraq danışıram öz izləyicilərim üçün. Və bu video kimin qarşısına çıxacaq, ola bilsin mənim sözlərimdən bəzi şeyləri anladı və öz həyatını dəyişdi. Dəyişdi sevgiyə qarşı, sülfə qarşı, məhəbbətə qarşı. Yəni Allah istəyirsən sənə yaxın olsun, sənin dualarını eşitsin, səni qorusun, sənə sağlamlıq versin. Sən bu qaydalarla yaşamalısan. Sən bilmirsən o zəngin həyat sürən insanların bilsən nə qədər problemləri var. Bilsən nə qədər onlar faciələr içindədirlər, onlar problemlər içindədirlər. Çünki onlar Tanrıya qarşı düzgün yanaşmırlar. Ona görə də onlar cəzalanırlar. Hətta bəzi hallarda onlara pul verilir ki, yəni o pulun içində onlar çox belə çirkin həyat yaşayırlar. Ona görə gəlin biz Allahımızı özümüzə yaxın etmək üçün yalnız və yalnız xoş, düzgün, halal əməllərdən məşğul olaq. Gününüz gözəl keçsin.